Bugün Ədalət Partiyasının təşkilatçılığı ilə partiyamızın qurucusu, Respublika prokuroru və Ədliyyə Naziri işləmiş İlyas İsmayılovun vəfatının il dönümü münasibəti ilə İlyas İsmayılov və Ədalət adlı xatirə konfransı keçirilir. Konfransda İlyas İsmayılovun keçmiş iş yoldaşları, tələbə yoldaşı, eləcə də Ədalət Partiyasının funksionerləri və Gənclər Təşkilatının fəal üzvləri iştirak edir. İlyas İsmayılovun təyinatı ilə hüquq mühafizə orqanlarında işə başlamış peşəkar kadrlar bugün konfransda onun xoş xatirəsini yad edir. Onun necə bir peşəkar hüquqşünas, görkəmli dövlət xadimi və insani keyfiyyətlərə malik olan bir şəxsiyyət olduğunu hörmətlə qeyd edirlər. Təklif edirəm ki, İlyas müəllimin və bütün şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edək. Allah rəhmət eləsin. Hörmətli tədbir iştirakçıları, hər bir dövlətin təbii ki, özünə məxsus sərvətləri var. Bu, yerüstü sərvətlərdir, yeraltı sərvətlərdir və dövlətlər təbii ki, həyatlarını qurmaq üçün, insanların gözəl yaşayışını təmin etmək üçün bundan istifadə edirlər. Amma ən böyük sərvət dövlət üçün onun insanlardır, xüsusilə də istedadlı insanlardır. Və Azərbaycan dövlətində ən böyük sərvətlərindən biri məhz İlyas İsmayılov olub. Özünün yaradıcı təfəkkürü, dövlətçilik bacarığı ilə hər zaman Azərbaycan Respublikasını dəstək verib, hansı vəzifədə işləməsindən asılı olmayaraq və hər zaman dövlət mövqeyindən çıxış edib. İlyas İsmayılov işlədiyi müddətdə həm prokuror kimi, həm Ədliyyə Naziri və eyni zamanda Milli Məclisdə qanun yaradıcılığında iştirak edərkən özünə məxsus tərzdə Azərbaycan qanunvericiliyinin təkmilləşdirilməsində, insanların, vətəndaşların hüquq və azadlıqlarının müdafiə olunmasında, eyni zamanda qanunun bütün müstəvilərdə ən yüksək mövqedə tutulması üçün bir nümunə yaradı. İlyas İsmayılov Azərbaycan siyasi həyatında fəal iştirakı ilə, bilavasitə siyasətdə iştirakı ilə də Azərbaycan siyasi müstəvisinə əxlaq gətirib və dəfələrlə sağdan, soldan, müxtəlif aspektlərdə aşağı və yuxarıdan tənqid olunmasına baxmayaraq bu tənqidlərə dözümlülük göstərib və rəqiblərlə münasibətində qanuna və əxlaqa uyğunluq prinsipini həmişə üstün götürərək öz siyasi fəaliyyətini bu aspektdə qurub. Və buna görə də Azərbaycanda partiyaların sayı çox olsa da, amma onların yenidən qeydiyyatdan keçdiyi dönəmdə 62 siyasi partiyadan 26 siyasi qurum Azərbaycan siyasi həyatında saxlanılarkən Ədalət Partiyası da onların birinə çevrilib. Bu da İlyas İsmayılovun partiya quruculuğu işində də qanuna və əxlaqa xüsusilə önəm verdiyinə görə baş verir. Biz bugün məkanımız siyasi partiya olsa da, amma siyasətdən tamamilə kənar, sırf İlyas İsmayılovun hüquqi, qanun yaradıcılığı, həyat yolu ilə bağlı məsələlərə toxunacağıq. Biz belə şəxsləri ona görə öyrənməliyik ki, cəmiyyətimizdə yaxşı nümunələr yaradaq və bugün də cəmiyyətimizdə həqiqətən bu cür nümunələrə çox böyük ehtiyacımız var. Gənc nəslin tərbiyəsi üçün, dövlətçilik təfəkkürünün inkişafı üçün və eyni zamanda insanlar arası siyasi mədəniyyətin formalaşdırılması üçün bu çox vacibdir. Və İlyas İsmayılov məşhur kitabında da adını belə qoymuşdu və yazısında da bunu qeyd edir ki, siyasət xalqın taleyidir və xalqın taleyi ilə də yalnız ciddi adamlar məşğul olmalıdırlar və samballı insanlar məşğul olmalıdırlar və İlyas İsmayılov da bunlardan biriydi. Təbii ki, tədbirimizdə çıxış edənlər də çoxdur. Mən sözü uzatmaq istəmirəm. İlyas İsmayılov haqqında Ədalət Partiyası və ideya müəllifi olaraq da İradə Aytel kiçik bir film hazırlayıb. Ona baxaq və sonra müzakirələrimizi davam etdirək. Buyurun. Görkəmli hüquqşünas, ictimai siyasi xadim, hüquq elmləri doktoru, professor, eks millət vəkili,
Ədalət Partiyasının sədri İlyas Abbasoğlu İsmailov 1938-ci il mart ayının 20-sində Tovuz rayonunda anadan olub. Uşaqlıqdan savada və ədalətə böyük maraq göstərən İlyas İsmailov 1955-ci ildə Puşkin adına Tovuz şəhər orta məktəbini bitirib. 1962-ci ildə Azərbaycan Dövlət Universitetinin Hüquq fakültəsini fərqlənmə diplomu ilə başa vurub. Elə həmin il Leningrad Dövlət Universitetinin aspiranturasına qəbul olunub. 1966-cı ildə hüquq elmləri namizədi alimlik dərəcəsini müdafiə edib. Elm və hüquq sahəsində dərin biliklərə malik olan İlyas İsmailov 1966-1970-ci illərdə Azərbaycan Elmlər Akademiyasının Fəlsəfə və Hüquq İnstitutunda elmi əməkdaş kimi çalışıb. 1970-ci illərin əvvəllərində dövlət hüquq sistemində mühüm vəzifələrdə fəaliyyət göstərib. 1978-ci ildən 1985-ci ilə qədər Respublika prokurorunun birinci müavini, ardınca 1990-cı ilə qədər Azərbaycan SSR-nin prokuroru vəzifələrində çalışıb. Bu illər ərzində İlyas İsmailovun adı peşəkarlıq və ədalət prinsiplərinə sadiqliklə assosiasiya olunurdu. 1990-cı ildə SSR prokurorluğunda şöbə rəisi kimi fəaliyyətini davam etdirən İlyas İsmailov eyni zamanda elmi yaradıcılığından da geri qalmırdı. O 8 monoqrafiya və kitabçanın, 200-dən artıq elmi və publisistik əsərin müəllifi idi. İlyas İsmailovun elmi irsi Azərbaycanda hüquq elminin inkişafında mühüm rol oynayır. İlyas Abbasoğlu İsmailov 1992-95-ci illərdə Azərbaycan Respublikasının Ədliyyə Naziri vəzifəsində çalışıb. Elə həmin ildən Azərbaycanın demokratik inkişafı naminə ictimai və siyasi fəaliyyətini genişləndirib. 1996-cı ildə İlyas İsmailovun rəhbərlik etdiyi Ədalət Partiyası və Azərbaycan Demokrat Partiyası birləşərək yeni, güclü bir siyasi qüvvəyə çevrildi. Vətən xalq naminə yox, hansısı ki bir məmur xatirinə qanun, konstitusiya pozulursa bu dəhşət. Mən hesab edirəm ki, hamı qanunun təsir altında olsun, heç kim qanundan yuxarıda olmasın. İlyas İsmailov partiyanın sədri seçilərək ədalətli cəmiyyət ideyalarını siyasi platformada gerçəkləşdirməyə başladı. 2006 və 2010-cu illərdə millət vəkili seçilən İlyas İsmailov insan hüquqları və azadlıqlarının qorunması istiqamətində mühüm təşəbbüslərlə çıxış etdi. Mən ümumiyyətlə fəaliyyət sahəsinə hansısa maddi qazanc baxmaq mənbəyi kimi baxmıram. Qazanc mənbəyi kimi baxmıram mən iş fəaliyyətinə. Hesab edirəm ki, hansısa bir elmi iş, hansısa bir məqalə müəyyən miqdarda pul almaq üçün yazılırsa, maddi ehtiyacını ödəmək üçün yazılırsa, o iş orijinal ola bilməz. Hesab edirəm ki, insan özünü işləyib təmin eləməlidir və azad vaxtlarında əgər onun qabiliyyəti varsa, nəsə yaratmalıdır. Yəni, yaradıcılıq işi mənəvi tələbat olmalıdır. O maddi tələbatın ödəlməsi forması olmamalıdır. Yaradıcılıq işi içərdən gəlməlidir, mənəviyyətdən gəlməlidir. İlyas İsmailov eyni zamanda Azərbaycan-Almaniya, Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Rusiya, Azərbaycan-İtaliya və Avropa İttifaqı Parlament Əməkdaşlıq Komitələrinin fəal üzvü kimi beynəlxalq arenada ölkəmizi layiqincə təmsil edirdi. Həyatının bütün mərhələlərində ailəsinə dərin sevgi ilə bağlı olan İlyas İsmailov, professor Zəkiyə İsmailov ilə ailə həyatı qurub. Bu evlilikdən onların 2 oğlu dünyaya gəldi. Etimad və Mətin İsmailov. Etimad İsmailov 2018-ci ildə Türkiyədə silahlı hücum nəticəsində həlak oldu. Bu faciə 4 nəvə babası olan İlyas İsmailova böyük sarsıntı yaşatdı. 17 fevral 2025-ci ildə böyük hüquqşünas, Ədalət Partiyasının lideri İlyas Abbasoğlu İsmailov dünyasını dəyişdi. Nardaran qəbirstanlığında dəfn olunan İlyas İsmailov
xalqın yaddaşında ədalətin, insanlıq və dövlətçilik prinsiplərinin simvolu kimi qaldı. İlyas İsmayılovun vəfatından sonra onlarla şeir, məqalə, sənədli film və xatirə reportajları yayımlandı. Təqaüddə olan Baş Ədliyyə Müşaviri Ələmdar Məmmədov İsmayılovun şərəfli ömür yolundan bəhs edən Mən bu zamana sığmazam adlı kitab Tovuz Xeyriyyə Cəmiyyəti dərgi nəşr etdi. Bu gün də İlyas İsmayılovun ideyaları yeni nəsil hüquqşünaslar və siyasətçilər üçün örnək yer olaraq yaşayır. İlyas İsmailov Azərbaycanın görkəmli dövlət, ictimai və siyasi xadimidir. Bununla yanaşı həyatı boyu bir hüquqşünas kimi çox gözəl bir sima qazanıb. Çünki İlyas İsmailov Azərbaycan tarixində hüquq sistemində hüquqa sədaqəti, qanuna hörməti ilə tanınan şəxsiyyətlərdən biri olub. Və bundan sonraki fəaliyyətində daimi olaraq dövlətçilik marağından çıxış etdiyinə görə ən təlatümlü zamanlarda Azərbaycan dövlətinin maraqlarını hər şeydən üstün tutduğu üçün Azərbaycanda bir dövlət xadimi obrazında yarada bilib. Zaten həyat fəaliyyəti onun bir dövlət xadimi kimi formalaşmasına gətirib çıxarıb. SSR məkanı kimi böyük bir dövlətdə ən yüksək vəzifədə çalışıb, SSR-nin idarə olmasında iştirak edib. Ədalət Partiyasını qurub Azərbaycan müstəqil olduqdan sonra Azərbaycanda siyasi institutlaşmanın təməlində iştirak edib İlyas İsmailov və Azərbaycan cəmiyyətinə bir barış, fərqli fikirlərə hörmət, ədalətlilik, insan ləyaqətinə, şərəfinə hörmət hissi formalaşdırması istiqamətində Azərbaycan siyasi mühitində yeni bir formanı ortaya qoyub və Azərbaycanda siyasilərin bir-birini qəbul etmədiyi bir zamanda İlyas İsmailov tamamilə yeni bir baxış bucağı gətirərək tənqidə dözümlülüyün əsasını formalaşdıra bilib və bunun üçün bir nümunə yaradıb. Həyatı boyu özünün mütaliəsi, həyat baxışları, siyasi proqnozları ilə hər kəsdən fərqlənib. Hesab edirəm ki, o təlatümlü zamanlarda da ən düzgün qərarlar verməyə bacarıb və bu Azərbaycan xalqının yaddaşındadır. Ölümündən sonra da Azərbaycanda bir sıra miraslar qoyub, hüquq sistemində formalaşmış bir məktəb yaradıb və bugün Azərbaycan hüquq sistemində bir çox tanınmış hüquqşünaslar, hətta onu tanımayanların, şəxsi ünsiyyət olmayanların belə özü İlyas İsmailovun qoyduğu məktəbin məzunları kimi hesab oluna bilər. Onun yolunu hüquqşünaslarımız davam etdirirlər, qanuna, hüquqa sədaqətləri ilə, obyektivliyi ilə, ədalətliliyi ilə. Eyni zamanda İlyas İsmailov dövlətçilik təfəkkürü formalaşdırdı, dövlətin yerini, rolunu Azərbaycan cəmiyyətinə göstərdi, Azərbaycan siyasilərinə göstərdi və bu yolda irəliləyən və bunu davam etdirən Ədalət Partiyası fəaliyyət göstərir. İlyas İsmailovdan sonra Azərbaycan siyasi səhnəsində özünə məxsus yeri olan Ədalət Partiyası bu gün də yaşayır, fəaliyyət göstərir və bütün ədalətçilər İlyas İsmailovun mirasına sahib çıxırlar və onu yaşadırlar. Biz hesab edirəm ki, İlyas müəllimin üzərimizə qoyduğu bu vəzifəni şərəflə daşıyacağıq və uğurla yerinə yetirəcəyik və Azərbaycanda bir ədalətli cəmiyyətin formalaşması üçün nə mümkünsə onun edə biləcəyik və öhdəsindən gələcəyik. İlyas İsmailov haqqında xeyli əsərlər və yazılar ortaya qoyulub. Tovuz Xeyriyyə Cəmiyyətinin İlyas müəllimin xatirəsinə həsr elədiyi ən böyük fəzilət ədalətdir adlı jurnal çap olunub. Çox hörmətli Ələmdar müəllim Məmmədovun Mən bu cahana sığmazam İlyas İsmailov haqqında kitabı nəşr olunub. Onlarla yazılar və xatirələr ölkə mətbuatında çap edilib, eyni zamanda filmlər çəkilib, YouTube kanallarında bütün bunlar var. Və bu İlyas İsmailovun xatirəsinə böyük hörmət və ehtiramı ifadə edir. Mən tədbiri əsas çıxışını etmək üçün və aparıcılığı da yerinə yetirmək üçün çox hörmətli
Baş Ədliyyə Müşaviri Ələmdar müəllim Məmmədova verirəm sözü. Buyurun Ələmdar. Tanıdığın bir adam haqqında adətən fikir söyləyərkən onu öz şəxsi düşüncə süzgəcindən keçən fikirlərlə söyləyirsən. Amma elə adamlar var ki, orada şəxsi münasibət, şəxsi tanışlıq ayrı plana keçir. Belə insanların biri, mən deyərdim, birincilər sırasında olan İlyas müəllimdir. Bizim eranın 200-cü ilində Romanın bir imperatoru olur. Roma imperatorlardan daha doğrusu biri. Karakalla adında. Çox çılğın təbiətli, ədalətsiz bir adam olur. Bir gün iş o həddə çatır ki, öz cəmiyyətdə nüfuzlu olan qardaşını da vurub öldürür. Və həmin dövrün məşhur hüquqşünası Emil Papinyanı çağırır və ona deyir ki, əmr edir. Deyir, bu işə bəraət ver. Papinyan cavabında Emil Papinyan deyir ki, sərt şəkildə qatilə bəraət vermək, qətl törətmək qədər asan deyil. İlyas müəllim bütün həyatı boyu bu prinsiplə yaşayıb. Və İlyas müəllimin o yazılan kitabdan söhbət getmir. Ümumiyyətlə, bunu bir vasitə kimi deyirəm. Bütün, məsələn, 78-ci ildən tanıyıram, az qala yarım əsrdir. Elə burada oturanlar Hüseyin müəllimdir, ondan sonrasına digər yoldaşlar, Adil müəllim, məndən də əvvəldən tanıyırlar. Elə bilirdim ki, yaxşı tanıyıram o üçün, Nizam müəllim. Amma bu kitabı yazarkən gördüm ki, mən onu 30% tanımamışam. Bugün hər yerdə İlyas müəllimin ədalətindən danışılır. Mən onun ədalətə gedən yolda bir misal gətirmək istəyirəm. George Jordan adlı bir yazar var. Həzrət Əli haqqında 5 cilddən ibarət İnsan ədalətinin səsi adlı əsər yazıb. Xristiyandır, Livan xristiyanıdır. Orada deyir ki, Həzrət Əli İbni Əbu Talib, Həzrət Əli yox, Əli İbni Əbu Talib ədalətinin çoxluğundan ibadət mihrabında şəhid oldu. İlyas müəllim hamımız bilirik ki, o həyatının müəyyən dövrlərində müəyyən çətinliklər olub, məhz o ədalətinin çoxluğundan. Adətən belə bir deyim var, İlyas müəllim çox təvazükar adam olub. Məhz ədalətin libası, paltarı elə təvazükarlıqdır. Və İlyas müəllimin ədaləti ilə əlaqədar yox, onun bir əsl Azərbaycan kişisinə məxsus milli, özünün sözü var idi, deyir ki, vətənə məhəbbət və milli dəyərləri dini ehkam səviyyəsinə qaldırmaq lazımdır. İlyas müəllim ömrü boyu mən onun milliliyindən, millətə xidmətindən, vətənə xidmətindən və bu kitabı yazılmağa başlayanda da burada indi oxucular görəcəklər, birinci o hissədən başlamışam. Vətən və xalq qarşısında ən böyük xidməti. Ən böyük xidməti mən onun görürəm Azərbaycanın Özbəkistana çevrilməməsindən. Sinəsini verdi qabağa, dedi, mən bir dəfə bizim də bir işçimiz cəlb eləmişdilər. Gəldim yanına ki, İlyas müəllim, mən təzə adamam, Cəlilabadda işlər çoxdur, ağır rayondur. Heç nə demədi, çıxartdı bir məktubu, qoydu mənim qabağıma. O pambıq işlərinə müxtəlif rayonlardan müstəntiqlər cəlb eləmişdilər. Oxudum, gördüm ki, SSR Baş Prokurorun mavini Saroka yazır ki, hörmətli İlyas Abbasoğlu, 90 müstəntiqə ayırmışıq. Onların yerləşdirilməsi, nəyin təşkil eləməyinizi xahiş edirik. İkinci məktubu çıxartdı, özü ciddi şəkildə. Dedi, oxu bunu da. Müzəhimli adam idi də, oxu deyirsə, oxuya bilməyən də oxumalıdır. Oxudum, gördüm, bu yazır ki, diqqətinizə görə təşəkkür edirəm. Biz öz daxili imkanlarımız hesabına bu işləri yekunlaşdıracaq. İndi bəzi ağzı göçələr sonradan çıxıb İlyas müəllimə pambıq işləri aparmış. Əvvəla prokuror cinayətkarlığına mübarizə aparmalıydı. Pripisk eləməydi, pambıq işə olmaydı. İkinci,
az ziyandan özü də deyir. Daha çox ziyanın qarşısını alıb. Özbəkistanda 2 birinci katib, Nazirlər Sovetinin sədri, Daxili İşlər Naziri, neçə nəfər güllələndi, neçə birinci katib, Abkom katibləri. Məsələn, bizdə bir balaca iş Şəmkirdə, Ruslar gəlib Şəmkirdə bir iş aparırlardı. O həmin vaxt Şəmkirdə prokuror işləmiş, Əli müəllim buradadır. Hətta prokurorun özünə onlar hədə-qorxu gəlirlərdi. Prokurorun özünə hədə-qorxu gəlirlərdi. Xalqı, milləti o bəladan qurtarıb İlyas müəllim. Və yaxud da 88-ci ildə o vaxtki Respublika rəhbərliyinin dəstəyi, Qarbaçovun birbaşa göstərişi ilə 170 nəfər prokurorluğun və SSR Daxili İşlər Naziri və SSR Baş Prokurorluğunun əməliyyat istintaq qrupu gəlir Azərbaycana və ayrıca deyək ki, Şuvalan türməsinin Azərbaycanın yurisdiksiyasından çıxardır. Özlərinin ixtiyarı var idi, vahid dövlət idi, yuxarıdan aşağı, şarqlı istiqamətdə. Və İlyas müəllimə siqnal gəlir ki, bunlar insanları qanunsuzluq gətirirlər, qanunsuzluq eləyirlər, işgəncə verirlər. Kimin ünləri çatardı onu eləməyə? Aşağı, elə bil yardımlı rayon prokuroru, Azərbaycanın baş prokurorunun əməkdaşı haqqında cinayət işi başlayır. İlyas müəllim o faktları götürüb cinayət işi başladı. Və sonradan bizim müstəqillik dövründə o həmin vaxtı o işdə iştirak eləmiş Suxarevdən soruşanda ki, nə üçün o işləri başa çatdıra bilmədiniz? Yarımçı deyir, sizin İlyas İsmailov qoydu ki, SSR Baş Prokuroru. Bu faktdır. Həmin cinayət işi bir gündə qalır. Bu faktdır. Bax, belə bir kişinin ürünlərimi, İlyas müəllim ki, adamlar ölməzdilər. Mən ölüb demək o, görürsünüz, onun ruhu yaşayır. Ondan sonrasına bu qədər insanlar cəlb eləyib, nə qədər insanlara o yaxşılıq eləyib. Onun milli qeyrəti ilə əlaqədar bir neçə, çox misallar, kitabda çox misallar var. Deyim, bir prokuroru qaldırdı ayağa. Dedi ki, Nizam müəllim də orada olur, yəqin Adil müəllim də yadını düşər. Dedi, sizdə filan kətdən bir qız uşağın Uçaskovu motosikletə qoyub şöbəyə gətirib. Hara baxırdın sən? Bunu deyir ki, müstəntiqin məcburi gətirmək haqqında qərarı vardı. İstintaqa gəlmirdi. Çox sərt şəkildə. Dədə, sən o qızın talihini bilirsən? Uçaskova lülkasına oturan qızı səhərsi gün kim onunla həyatı quracaq? Har qeyrət üz. Zəhmət çəkib elə-belə dedi. Canı çıxıydı, müstəntiq gedib evində dindirəydi. Bax, belə kişi idi. Təsadüfən mənim özüm tanış olduğum bir məsələ var. Yəni, təsadüfdən o faktı bilmişəm. Deməli, bir qız uşağıdır, himayəsində bacı qardaşı. 3500 manatlıq kamasılanıb, o məktəbin əmlakını satıb, ağarımliyini. Fakt var. O vaxt 86-nın 3-cü hissəsi, evi tikil, müsaade hökumətə, 6 ildən 15 ilə qədər həbs. Prokuror qızı həbs alır. Hanım prokuroru çox ciddi də arxası var idi. İlyas müəllim işdən çıxartdı ki, sən o, dur, həbsə girən qızın talihini məhv eləmişsən. Bax, belə bir qeyrətli kişi idi. Mən onun haqqında yazılarımın birində bir nəfər şərhlər yazırlar da, elə yazı olur ki, yoldaşlar da, Adil müəllim də yazır, Hüseyin müəllim də, Sərdar, çoxları burada olanlar, Aspolitikada, Avqatikonda şərhlər yazırlar. Bir nəfərin şərhi heç yadımdan çıxmır. Bilmirəm, mən tanımıram kimdir o. Ramiz adında kimdir? Yazır ki, əgər başqa planetdən gəlib bir Azərbaycanlı kişi nümunəsi istəsəydilər, mən İlyas İsmailovu göstərərdim. Çox dərin sözdür. Mən giriş sözü o 15-20 dəqiqə məruzə nəzərdə tutulmuşdu. Amma bugün çıxış eləyə bilənlər də üzərimə ağır missiya qoyulub. Bura gələndə bilmişəm ki, indi mən daha çox tanıyıram insanları. Kim istəyir çıxış eləyə bilər, 3-5 dəqiqə. Amma birinci çıxışı mən İlyas müəllimin tələbə yoldaşı, həm də onunla bir yerdə işləmiş, vaxtilə Bakı şəhər prokuroru, İstintaq İdarəsinin rəisi işləmiş Nizam müəllimə verirəm. Nizam müəllim, xahiş edirəm. İlyas müəllimlə mən
birinci dəfə uzaq keçən əsrin 1957-ci ildə adının o vaxtı Kirov adına Azərbaycan Dövlət Universitetinin Hüquq Fakültəsinə daxil olarkən tanış oldum. Tanışdığımız da sonra əbədi yoldaşlığa keçdi. Demək istəyirəm, bu keçmiş illəri xatırlayanda student vaxtı yoldaşlar hamısı oxuyandan sonra bəziləri idmanla məşğul olurdu, bəziləri öz işlərinlə məşğul olurdu. İlyas müəllimi daimən mən kitabxanada görürdüm. Bütün belə sərbəst vaxtını yalnız və yalnız kitablar, qəzet oxumaq, jurnallarla məşğul idi. Mən də nisbətən o kitabxanaya gedib gəlirdim, amma ona çata bilməzdim. Uzun illər pambığa bir yerdə getdik, işgüzarlığı var idi. Pambıqda o vaxtlar hər tələbiyə norma qoymuşlar ki, 100 kilo pambıq yığmaq lazım. O da ağır iş idi. Kim pambıq işi ilə məşğul olub, dözmək olmurdu. İlyas müəllim yeganə adam idi, ondan başqa bəlkə də 60 nəfərin içində 1-2 nəfər idi. O planı hər gün doldururdu. Hər axşam da brigadir gəlirdi, çəkilərdə çəkirdilər, pambıq, özü də pambıq axı yüngül maddədir. 100 kilonu verirdi. Beləliklə institut qurtardı. İndi mən Rus sektorunun şagirdi idim. İlyas Abbasov Azərbaycan sektorunda. Təbii ki, Tovuzda məktəbi qurtaran adam Rus dilini o qədər də yaxşı bilmirdi. Bəzən müəyyən hallarda mənə müraciət edirdi ki, bu cümləni nətəri qurmaq olar. İstəyirdi ki, təmiz danışsın. İş ondan ibarətdir ki, 5 ildən sonra bu institut qutaranda Rus dilinin fakültəsini bitirən uşaqlardan əməlli başlı danışır. Daha demirəm ki, sonralar inkişaf elədi, Mərkəzi Komitetdə işlədi, SSR Baş Prokurorluğunda işlədi, sərbəst Rus dilini. Hətta da bəzi hallarda mən ondan soruşurdum ki, İlyas müəllim, bu cümlənin nədir? Gülə-gülə deyirdi ki, görürsən, vəziyyət dəyişdi. Allah rəhmət eləsin. Belə bilirsiniz, Ələmdar müəllim deyir, 3 dəqiqənin içində yoxsa 5 dəqiqə olar? 5 dəqiqə. Bu, elə oldu ki, sonra deməli, institut qutarandan sonra bu Mərkəzi Komitetdə təlimatçı işlədi. Vəziyyət belə gətirdi ki, günlərin bir günü Respublikanın baş prokurorunun müavini, o vaxtı baş prokuror yoxdur, prokurorun müavini oldu. Sıx əlaqədə olduq. Sıx əlaqədə olduq, amma ona baxmayaraq, deyirdi ki, baxmayaraq ki, səndən bir yerdə oxumuşam, sənə hörmətim var. Bundan sən belə əsaslandırma, münasibəti ciddi saxla. Deyirdim, İlyas Abbasov, mənim təbiətimdə elə hal yox. Sonra özü də başa düşdü ki, mən başqa adamam. Yaxınlaşdıq, çox yaxınlaşdıq. Demək istəyirəm ki, axır vaxtlar Ələmdar da iştirak edirdi. Həftədə 1-2 dəfə sən özün bir yerdəydik, darıxırdı. Öydə xəstəliyi bunu biraz incidirdi. Deyirdi, tez-tez görüşək. Dedim, İlyas Abbasov, sizə gəlib bağda olurdu da, hamınız bilirsiniz. Bağa gedib qayıtmaq, yarım gün, özdəki Bakının indiki probkaları, Allah rəhmət eləsin, cəmi bir ildir rəhmətə gedib, dəhşət idi. Ona baxmayaraq, daimən görüşürdük. Hətta da onu yadıma salıram ki, indi keçən ilin oktyabrın axırı idi. Axırı idi, mənə zəng elədi ki, gərək Sevil də bunun gəlini idi. Vəziyyətimlə əlaqədar gərək İstanbula uçam. Mənə yoldaşlıq eləyə bilərsən. Sözü geçərkən bundan əvvəl bir 3-4 dəfə rəhmətli Etimadın İstanbulda məhkəmələrinə bir yerdə gedirdik həmişə. Yol yoldaşı. Biraz da səhhətinlə əlaqədar yardıma da bunun ehtiyacı var idi. Qardaşlıq eləyirdim. Demək olar ki. Bu oktyabrın da axırında son gedişatımız oldu. Noyabrın 1-i idi. Deməli İstanbula gəldik, çıxdıq.
Sevil xanım doğrudan da hər şeyi təşkil eləmişdi yüksək səviyyədə. Yaxşı həkimləri zadı. Hər səhər dedi ki, mən balnitsada qalan deyiləm. Xəsiyyətini də bilirdik də. Dedi, qutardı, getdi. Ondan çıxan adam deyildi. Qasinsada qalırdıq. Hər səhər deməli gedirdik xəstəxanaya. Bütün günü orada müalicə olunurdu. Beləliklə 5 gün qaldı. 6-cı gün dedi ki, qətiyyən mən daha burada qalan deyiləm. Baxmayaraq ki, həkimlər təkidlə deyirdilər ki, qalmalısan, orada bəzi müəyyənlər var. Onları başa çatdırmadı. Məcbur olduq qayıdaq. Qayıdandan sonra da elə bir həftədən sonra bir xəstəxanaya düşdü. Burada 80 kilometrlik. Ondan sonra mərkəzi xəstəxanaya. Onu da demək istəyirəm ki, bizim həm yaşlılarımızın içində ən sağlamı İlyas Abbasov idi. İndiyana qədər, ölümünə qədər dişləri öz dişləri idi. Səhhətində heç bir dəyişiklik yox idi. Bu, Mərdimazar bağışlı mənə ifadəmə görə xəstəlik bunu hardan tutdu? Allah. Belə zarafatça deyirdi ki, biz səndən 117 il yaşayacağıq. Sən də yadıma gəlirdi. Allah rəhmət eləsin. Belə bilirsiniz, bu xəstəlik bunu apardı. Allah sənə qəni rəhmət eləsin, helal olsun. İlyas müəllimin olduqca dəyər verdiyi insanlardan biri də hüquq elmləri doktoru, professor İbrahim Quliyevdir. İbrahim müəllim bir özəlliyin də deyim ki, deməli, polis orqanlarında başlayıb işə, ən yüksək vəzifələrdə olub, ən yüksək vəzifələrdə və icra hakimiyyətində də ən yüksək, elə 10 ilə yaxın Astara rayon icra hakimiyyətinin başçısı olub. Amma İlyas müəllim ona çox yüksək dəyər verirdi. İbrahim müəllim, xahiş edirəm. Onun itkisi təkcə onun ailəsi üçün yox, onun dostları üçün yox, bütün Azərbaycan xalqı üçün ağır itkidir. Məsələn, Quran-ı Kərimdə belə bir ifadə var. Alim öldü, aləm öldü. İlyas müəllim məhz belə alimlərdən biri idi. Belə ziyalılarından biri idi. Bütün şuurlu həyatını Azərbaycan xalqına, Azərbaycan dövlətinə həsr etmiş insan idi. Əqidəsinə, məsələ sadiq olan insanlardan biri idi. Peşəsinə sadiq olan insanlardan biri idi. Məsələ, ədalət prinsipini sözdə yox, əməlində, fəaliyyətində nümayiş etdirməyi bacaran insanlardan biri idi. Və bugün, məsələ, onun bu keyfiyyətlərinə görə, bu meyyarlarına görə bütün cəmiyyət arasında böyük hörmətə, nüfuza malikdir. Hörmətli Nizami müəllim burada qeyd elədi. O cümlədən hörmətli Ələmdar müəllim də vurğuladı. Biz də onunla tez-tez görüşürdük. Və hərdən zəng gelir, deyirdi ki, yaman darıxıram. Gedirdik, bağda götürürdük. Həm söhbət olurduk. Özdə yazdığı yazılarının birinci növbədə mənə göndərərdi. Deyərdi, mən sənin zövqünü bilirəm, sənin idrakını bilirəm. Mən xahiş edirəm, öz münasibəti bildirəsən. Bilirsiniz, vəzifəni nüfuza mindirir xalq arasında, vəzifəni tutan şəxsin şəxsiyyəti. Həmişə söhbət zamanı da deyirdim, İlyas müəllim, Azərbaycanın prokurorluq tarixində çoxsaylı prokurorlar olub. Amma onlar yaddalaşlarda qalmayıbdır. Lakin siz əbədi olaraq yaddaşlarda qalmışsınız və bundan sonra da qalacaqsınız. Və nə üçün İlyas müəllim yaddaşlarda qalıb, əbədi həkk olub insanların yaddaşında, qəlbində, hələ sağlığında abidi ucaldıb insanların ürəyində. Mənim yadıma düşür, Ənbər Sədətin bir xatirələrində yazır ki, ona sual verirlər ki, sən Misiri necə elədin ki, bax belə vəziyyətə çatdırdın? Deyir, məmurun ən güclü silahı onun şəxsi nümunəsidir. Şəxsi nümunəsi olmayan məmur heç bir zaman onun güclü silahı ola bilməz. Apardığı təbliğat da səmərəsiz olur. Gördüyü işlər də fayda vermir.
xalq arasında inamını itirir. Və bu baxımdan İlyas müəllim əməliyi ilə o ədalət prinsipini, ədalətin nə olmasını sadə kütlədən tutmuş, bütün ziyadlı kütləsinə qədər çatdırmağı bacarmışdır əməliyi ilə. Eyni zamanda bir şəxsiyyət kimi. Onun övladının etkisi əlbəttə ona çox pis təsir eləmişdi. Hörmətli Nizami müəllim burada qeyd elədi onun xəstəliyinin. Mən də tez-tez baş çəkirdim. Özümün xəstəxanada olanda da övladının etkisi onu sarsıtmışdı. Xəstəliyin də başlanmasının əsas səbəbləri də o idi. Xatirimdə də mərkəzi klinikada müalicə olanda getdim, baş çəkdim. Bir xeyli söhbət elədik. Dedi İbrahim, mən ölmək istəyirəm. Mən heç bir zaman onu belə bədbin ruhda görməmişdim. Dedim, İlyas müəllim, siz nə danışırsınız? Siz hələ bundan sonra da yaşayacaqsınız. Bugün cəmiyyətimizin, xalqımızın, dövlətimizin kimi ziyalılara, alimlərə, şəxsiyyətlərə böyük ehtiyacı var. Yox İbrahim, mən ölmək istəyirəm. Bilirsiniz, bəzən cəmiyyətdə gedən bəzi proseslər deməyə əsas verir ki, həqiqətən ədalət ruhu ilə yaşayan insanların, dövlətə sadiq olan insanları ətrafdakılar bəzən onda olan bu meyarları düzgün qiymətləndirməyi bacarmırlar. Haqlı olaraq burada hörməti Ələmdar müəllim qeyd elədi. O dövrdə Özbəkistanda baş vermiş hadisələri, Ulu öndərimizin də bu barədə xatirələri var. Və söyləyir ki, Qarbaçov çağırdı Şahnəzarovu və bir də köməkçisini ki, gündəliyində köməkçisi qeyd edib. Soruşub, nətərdir vəziyyət? Soruşublar ki, bəs Əliyevlə nə olacaq? Ulu öndərimizlə. Tapşırıq vermişəm ki, dərindən araşdırsınlar, dərindən qaçsınlar. Məsələn, o göstərişin bir ucu da burada hörmətli Ələmdar müəllim qeyd elədi. Həqiqətən ikinci Özbəkistanın bura poligona çevirmək Azərbaycanı və məsələn İlyas müəllim öz cəsarəti ilə, öz qətiyyətli mövqeyi ilə məsələ bunun qarşısını aldı. Və Ulu Öndərə də öz sədaqətini nümayiş etdirdi. Xüsusilə mən onun 44 günlük müharibədə o hamımız kimi işğal altında torpaqlarımızın olmasını ağır dərd kimi qəbul eləmişdi. Həqiqətən, təbii ki, bu istirabları hamımız keçirmişik. Xalqını sevən, dövlətini sevən insanlar o xüsusilə bunu həssaslıqla qəbul edirdi. 44 günlük müharibədə bütün siyasi partiyaları həmrəy edən və vahid Müzəffər Ali Baş Komandanın ətrafından yığışmağı şüar kimi əməlləri ilə nümayiş etdirmək çağıran İlyas müəllim olmuşdur. Və həqiqətən apardığı təbliğat işləri də, təşviqat işləri də bunun bir. Milli Məclisdə də deputat olduğu dövrdə də qanunvericilik təşəbbüsü ilə onun çıxışları hamımızın yaddaşındadır. Yeni qanunların təkmilləşməsi, yeni qanun layihələrinin qəbul olması ilə məsələ ilkin olaraq İlyas müəllim təşəbbüskar olmuşdur. Hətta müəyyən qədər bəzi qüvvələr onun bu addımlarının hoşuna da gəlmirdilər. Əlbəttə, mən minnətdaram bu tədbiri keçirən yoldaşlara. İlyas müəllim onsuz da hər gün yaddaşımızdadır. Mən şəxsən hər gün onun ruhu qarşısını baş əyib fatihə verirəm. Orucluq bayramlarında, müqəddəs İslam bayramlarında Yasin oxudururam, Quran oxudururam. O cümlədən onun məzarını ziyarət edirəm. Düşünürəm, illər də keçsə, belə insanlar heç vaxt unutulmayacaq. O bir şəxsiyyət kimi gələcək nəsillərə də örnəkdir və gələcək nəsillər, gənclər xüsusilə adətən gənclik illərini ideal axtarırlar. Düşünürəm ki, belə ideallardan biri də məsələ Ulu Öndərimizdir, İlyas müəllimdir.
və bunlardan da məsələ gənclərimiz öyrənir. Mənə diqqətlə qulaq asdığınıza görə hamınıza təşəkkürümü bildirirəm. Bəlkə limiti keçdim, üzr istəyirəm. Sağ olun, təşəkkür ederim. İlyas müəllimin həyat yolunda filmə baxdıq və İlyas müəllimi burada oturanların hər biri yaxşı tanıyır. O cümlədən də İlyas müəllimlə işlədiyi devirdə bir olmuşuq. O prokuror olanda ilk kollegiyadan son kollegiyasına qədər mən prokuror kimi iştirak eləmişim. İlyas müəllimin düşüncələri, kollegiyada çıxışları, vətənə, millətə onun xidməti, milləti necə sevməsi mənə və onun kollegiyasında iştirak edənlərin hamısına bəllidir. İlyas müəllim, bilirsiniz, insan olmaq, şəxsiyyət olmaq, bəşəri şəxsiyyət olmaq nə pulla, nə təhsillə, nə dinlə, nə məsləklədir. O vicdanlandır. İlyas müəllimin qəlbində Allah Taala elə bir vicdan yerləşdirmişdi ki, indi burada həkimlər varsa vicdanın harda yerləşməsini, necə yerləşməsini bilmirik ki, o ruhu məsələdir. Mövlana'nın bir sözü var, deyir insan bədəni əsasən sudan, sümükdən ibarətdir. Və insanın abırı, həyası və söz deyərkən qızarması nədəndir? İnsanlar indi qızarmırlar. Əvvəl qızarardılar söz deyəndə. Onun belə özü cavab verir ki, ruhdandır. İlyas müəllimin vicdanı, abrı, isməti, millətə olan hörməti onun Allahdan idi, ruhdan idi. Bu ruh indi deyirlər qəlbdə yerləşir. Quran-ı Kərimə görə Allah insanın qəlbində yerləşir. O Allahın səsi idi, onda olan vicdan. Özdə o vicdan o qədər çox idi ki, o vicdan hər bir kəsə həm tərbiyəvi məsələdə, harda işləyibsə İlyas müəllim orada ən yüksək səviyyədə durub. Mən bir məqalə də yazmışdım, onun həm 80 illiyində, bir də 85 illiyində, Ələmdar bilir. Mənim Rusiyada olan bir oblast prokuroru var idi. Yaxınlıq məktublaşırdıq biz ondan. İlyas müəllim Moskvada işləyərkən onun bir məruzəsində, elədiyi məruzədə çıxışında iştirak edir. Sonra o məni gördü, məktublaşdı və dedi ki, sizdə nə qədər belə savadlı adam var ki, onu Respublikadan çıxardırsınız. Onun məruzəsinə heyran qalmışdı. İlyas müəllim belə bir şəxsiyyət idi. İlyas müəllim o vicdani dəyərlər mən dedim, onu Allah Taala onun qəlbinə necə yerləşdirmişsə, heç bir zədə almadan o təmizliklə Allah dərgahına apardı. İlyas müəllim həm prokurorluğa, Ədliyyə Nazirliyinə, nə bilim deputat kimi oldu. Harda işlədisə, ora təmizlik gətirdi, ora millət sevgisi gətirdi, ora insani duyğular gətirdi. Bu, hər kəsə müyəssər olmur. Biz, indi Ələmdar burada iştirak edir, Sərdar Nizam müəllim. Hərdən İlyas müəllimlə də otururduq, söhbət eləyirdik. Bəzən indi o 3 saat, 4 saat çəkirdi. Biz istəyirdik ki, İlyas müəllimi dinləyək, İlyas müəllimlə münasibətli olaraq. İndi Ələmdarı çox sağ olsun, belə böyük təşəkkür eləyirəm özüm. Telefonla və görüşəndə demişəm. Bu kitabda indi əksini tapıb, amma İlyas müəllim öyrənməyə, tədqiqat olunmağa, onun əslində indi elmi əsərlər yazırlar, nə bilim, elmilər namizədi deyirlər, doktorluq deyirlər. Onun həyatı öyrənilməlidir. Özdə geniş mənada öyrənilib və bu gələcək nəslə çatdırılmalıdır. İndi İlyas müəllimi əgər bu qədər sevənlər varsa, mən hesab edirəm, mən həmişə deyirəm, İlyas müəllim ölmüyor, İlyas müəllim sağdır. Əgər bu qədər sevənlər, onu istəyənlər varsa, onun dəyərlərini, qoyub getdiyi o varidatları hamısını biz hər bir kəsə çatdırırıq. Onun fikirlərini, əgər çatdırırıqsa, indi İlyas müəllimi 40 il bundan qabaqda deyim,
36 il prokuror işləyib, 36 il bundan qabaq. 85-dən başlayıb, öz işlədiyi devirdə Allah elmənlərə nələt eləsin. Təxminən İlyas müəllim 2 il sərbəst prokurorluqda belə də işlədi götür. O 90-cı illər, deyək, 88-də o erməni pogromları, qırğınları, onu o prokurorda işləmə. Amma o prokurorluqda elə bir işlər gördü ki, o 2 il, 3 il müddətində o əsrlərlə yadda qalacaq. İndi cavan uşaqlardan hansı prokuror respublikanı soruşanda heç kəs tanımırlar. Yalnız İlyas müəllimi tanıyırlar. İlyas müəllim qeyri-adi bir şəxsiyyət idi. Biz o oturanda o qədər gözəl fikirlər, o qədər fəlsəfi fikirlər və işi ilə əlaqədar işlədiyi yerdə bizdə xatirələr çoxdur. Danışırdı. Bəzən gedib elə o danışdığı söhbətləri, onun aurası bizə 3 ay, 5 ay bəs eləyirdi. İndi Ramzi Rövşənin bir gözəl şeiri var, deyir. Ay bizi ovudan insan, indi səni kim ovudur? Öz başqasının dərdini görəndə, öz dərdini unudan insan. İlyas müəllim hər bir kəsin dərdinə yanaşan idi. İlyas müəllim, mən dedim də, bəşəri şəxsiyyət idi. Allah rəhmət eləsin, ruhu şad olsun. Bugün bizi buraya yığan ilə İlyas müəllimin şəxsiyyətidir, onun ruhudur. Talih ilə gətirib ki, hüquq fakültəsində ilk dəfə məni işə götürən İlyas müəllim olub. İnzibati orqanlar bölgüdə 105 nəfərin içərisində birinci məni sorğu-suala və ilk dəfə təbrik eləyən və mənə uğurlar diləyən bu böyük insan olub. Elə oldu ki, mən Sabirabad rayonunda işləməli oldum. İlyas müəllim də Ali Sovetdə deputat seçdilər və ildə ən azı 2-3 dəfə rayona gəlirdi. O dövrdə də pamuk işləri artıq başlanmışdı. 1988-ci ilin payızındaydı, mən prokuror vəzirliydim. İlyas müəllim gözləmədən gəldi. Hardasa qrupada pamuk işləri başlanmışdı. Hardasa qrupada bir 17 nəfər müstəntiq istəyirdi. Və bir xeyli də orada mütəxəssislər çalışırdı. İlyas müəllim gəldi, bizi yığırdı. Əvvəlcə mənim də söhbət elədi. Uşaqlar necədir, necə işləyirlər? Dedim, yaxşıdır. Dedi, bəs belə bir təklif var. İndi o müstəntiqlərin sayı haqqında Ələmdar müəllim burada 90 nəfər dedi. Amma 133 nəfər dedi. Bilmirəm, indi əvvəldir, sonra idi, necə idi. Dedim, mən bilirəm, siz işdən sonra da işləyirsiniz. Mən istəmirəm o müstəntiqlər bura gəlsinlər. Onlar Özbəkistandakı hadisələri burada da törədəcəklər. Bizim insanların əksəriyyətinin bu rəqəmlərin artıq göstərilməsində günah yoxdur. Onları məcbur edirlər. Tabi olan şəxslər olub. Onların bir qismi manqa başçılarıdır, gəlinlərimizdir, bacılarımızdır. Biz onların heç vaxt o müstəntiqlərin əlinə verə bilmərik. Və mənim fikrim odur ki, onlar buraya gəlməsinlər. Onları çağırmayaq. Amma bu məndən tək asılı deyil. Sizlərdən asılıdır. Dedik, necə? Dedik, bəs mən işdən sonra sizi saxlayıb işlədə bilmərəm. Qanun buna yol vermir. Əgər uşaqlarla söhbət edək, əgər işdən sonra gedib yemək yeyəndən sonra 1 saat işləyəcəklərsə və şənbə günləri işləyəcəksinizsə, mən bu işi boynuma götürüm ki, Azərbaycan Respublikası bu işin öhdəsindən gələcək və sizə ehtiyac yoxdur. Mənim arzum budur, onlar gəlməsinlər. Amma sizdən asıldır. Dedim, İlyas müəllim, biz onsuz da işləyirik falan, dedi, yox. Nəysə, işçilərin hamısı yığdıq, çıxış elədi, fikrini bildirdi. Biz hamımız bir yerdən dedik ki, bəs işləyəcək, saat 12-yə qədər işləyəcək. Çox sevindik, hətta Rəfaət Cəbrayilov müstəntiq o vaxt dedi ki, İlyas müəllim, biz bazar günü də işləyərik. Dedi, yox, bazar günü olmaz. Bazar günü insanların ailə qayğıları var. İstirahat eləmək lazımdır. Bəs biz bu məsələni burada həll etməliyik. Siz mənə söz verdiniz, çox sağ olun, təşəkkür elədi. Dedi, mən bundan sonra Salyana gedəcəm, Ağcabədiyə, Bərdə gedəcəm və başqa rayonlarda. Sizin buradakı bu fikrinizi mən onlara da çatdıracağım ki, onlar gəlməsinlər. Hətta belə bir söz də işlətdi ki, SSR Baş Prokuroru Suxrev xalqımızın dostudur. Biz də bilirik ki, onun dostudur. Və onlar arasında çox böyük qarşılıqlı hörmət var. Pamuk işlərindən ondan sonra hamı bilir, amma əsas mexanizmi, onu demək istəyirəm ki, mən bu işin iştirakçısıyam. Söhbətimiz çox oldu orada.
Yəni onu demək olar, dedi ki, arzu çoxdur, arzu çox ola bilər, amma onu həyata keçirmək mexanizmi lazımdır. O mexanizm də bax burada sizdən asılıdır. Biz ona söz verdik, özü də bizə təşəkkür elədi. İlyas müəllim tez-tez gəlirdi Sabirabada. Bayaq onun xalqa o əxlaqi dəyərlərə verdiyi o qiymətdən biri də mən qeyd etmək istəyirəm. Mənim yanımda Bədəl Əliyev adında bir hüquqşünas işləyirdi. Voronezh İnstitutunda hüquq fakültəsi qurtarmışdı. Elə oldu ki, İlyas müəllimin bizə olan o isti münasibətindən istifadə edib xahiş elədim ki, bəs İlyas müəllim, yaxşı olardı ki, onu burada işə götürəsiniz bizə. Çağırdı, söhbət elədi. Mən də dedim ki, bəs orada onu hakim seçmək istəyiblər, razı olmayıb. Çox bilirsiniz, o sərtliyi necədir? Necə, yəni hakim səni seçmək istəyiblər, amma siz razı olmamışsınız. Çox ciddi bir görkəm aldı. Dedim, İlyas müəllim, onun qızları var, 3 qızı var. O istəməyib ki, onun qızları o şəraitdə tərbiyə alsınlar. Elə bir ki, İlyas müəllim tamam dəyişildi. Dedi ki, indi vakant yerim yoxdur, sənədləri hazırlayın, verin, mən onu işə götürəcəm. Elə oldu ki, bir də çəkdi. Hər dəfə Sabirabada gedəndə mən Əli Baran'a gedib onu qarşılayırdım. Gedəndə də həmişə rayonun vəziyyəti haqqında söhbət edirdi. Bir dəfə də söhbət çaldım, torpaqların, o kim ki söhbət baxmırdı, birinci katib komissiya göndərirdi, həyat yanı sahələri ölçürdü. Orada torpaq sahələri artıq olurdu. Bu 162-ci maddə ilə məhkumluğun sayı artmışdı. Və elə oldu ki, birinci katib ali təhsil müəssisələrinə getmək üçün arayış verirlər, yaşayış yerindən. Bir də gördük ki, onu qadağan edib. Bu belə, çox belə xoş gəlməz hadisə idi. Mən bu barədə ona məlumat verdim. Dedim, mən də torpaqların bax, bu zəbt edilməsindən əlaqədar bu işlərin sayı olduqca çoxdur. Aradan biraz keçdi, gəldi, dedi Şirvanov, mən o məsələni Ali Sovetdə qaldırmışam. 162-ci maddəni mən məcəllədən çıxartdım. Mən vəzifədəyəm, bugün varam, sabah yoxam, amma mən bu xidmətlə böyük iş gördüm xalqımın qarşısında. Çünki hüquq fakültəsini və başqa sahələri qutaran adamlar məhkumluq olanda işə götürmürlər. Bu 162-ci maddədə çox mane olurdu. Bir dəfə də gəldi məni seçicilərlə həmişə görüşəndə məni aparırdı ki, onların tarixlərini yazım. Tələbə yoldaşım vardı, Əzəl Əhsanov, onların kəndinə getdik. Vilayət müəllim Seyidovla orada klubda çıxış elədi. Dedi ki, baxıram, görürəm, hamınız burada din adamlarısınız. Hamı istəyir ki, yaxşılıq eləsin, cənnətə getsin. Yaxşı yaşamaq lazımdır, yaxşı yaşamaq üçün, çox yaşamaq lazımdır. Çox yaşamaq üçün eləmək lazımdır, düzgün işləmək lazımdır, dürüst olmaq lazımdır. Dürüst olmaq üçün də qanunlara əməl etmək lazımdır. Əgər soruşsalar ki, bu məclisdən kim ki cənnətə getmək istəyir, heç kim istəməz. Hamı istəyir ki, dünyada çox yaxşıdır. Ona görə də qanunlara əməl etmək birinci məsələdir. Orada ondan əvvəl mənə Sabirabadda ona tapşırıq vermişlər, məktəb tikintisi, xəstəxana, yol çəkmək. Mən də açıq deyim, o mənə verilən tapşırıqlardan biraz da kənara çıxırdım. O yolların kilometrinin daha da çoxaldırdım. Gələndə orada çıxış elədi, dedi ki, siz mənə bu məktəbin, xəstəxananın tikintisini tapşıranda mən sizdən narazı qaldım. Ki, mən sənaye tikinti naziriyəm, mən prokuroruyam, mən hüquqşünasam. Amma indi bu məktəbin açılışında iştirak edirdim, xəstəxananın. Biz hamımız bugün varıq, sabah yoxuq. Amma sabah o məktəbdə bizim uşaqlarımız oxuyacaq. O xəstəxanada bizim insanlarımız müalicə olunacaq. Mən xalq deyirlər, həmişə müdrikdir, mən sizin qarşınızda baş əyirəm. Siz o tapşırığınızı mən narazı qalmışdım, amma indi təşəkkür edirəm ki, siz nə yaxşı ki, bu tapşırığı mənə vermişsiniz. Xalq İlyas müəllim haqqında çox demək olar. Quranda 26 adı çəkilən peyğəmbərdən biri də İlyas peyğəmbər. Mən hesab edirəm ki, Allah bu insanı Azərbaycan xalqına bu özbaşınlığa, haqsızlığa, ədalətsizliyə qarşı mübarizə aparmaq və əlavə xeyirxahlığı, insanlığı, vicdanlığı, yaxşı əməlləri qiymətləndirmək üçün Allah buna bizə bir pay göndərir. Onun haqqında çox danışa bilərəm, amma görünür, limiti qutarıram yəqin ki, eləmi? Bugün də təkcə o prokurorda deyil, Ədliyyə Naziri işləyəndə də
Bax, bugün Kamil Bəşirov burada iştirak edir. Kamil müəllim danışır ki, Ədliyyə Naziri olanda mən onu tanımırdım. Getdim yanına, sənədlərimi tələb elədi. Yarım saat ərzində mənimlə söhbət elədi. Yarım saat ərzində dedi ki, təqdimatını yazın gətirin. Heç adamı önündə görməyib. Elədirmi? Deyir, ancaq ondan sonra Tahir Kərimli Ali Məhkəmənin sədridir. Məni bir il işə götürmədi. Yenə o işə qarışandan sonra məni işə götürdü. Hakim oldum, ondan sonra uzun illər ərzində məhkəmə sədri işlədi. Və İlyas müəllim dəfnində də gəldi, etiram əlaməti olaraq iştirak elədi. Bugün də eşitdi, bugün gəldi ki, iştirak eləsin. Və belə misalların sayı olduqca çoxdur. İlyas müəllim haqqında çox danışmaq olar. Və mənim bir təklifim var. Bax, bu kitab Ələmdar müəllimin böyük əməyidir. Sizin də burada xatirləriniz var. Elə oldu ki, mən iştirak edə bilmədim. Təklif edirəm ki, kimin xatirəsi yoxdursa, gəlin biz təzədən gedək. Bugün varıq, sabah yoxuq, yaşımızda. Bu yaş deyil. Ələmdar müəllim, sizə çox təşəkkür edirəm. Vallahi böyük abidə qoymusunuz. Siz elə burada müəllifi olanların, insanları da burada yaşadırsınız. Bugün İlyas müəllim bizlə bir yerdədir. Onun ruhu şad olsun. İlyas müəllim, ruhunuz qarşısında baş əyirəm. Allah sizə min rəhmət eləsin. İlyas müəllim təkcə məhkəmə hüquq mühafizə orqanları deyil, digər sahələrində həmişə belə deyək də nəzərdə saxlayırdı, yaxınlığı olub, öz eruditasiyası ilə, insanlığı ilə belə yoldaşlardan biri də Beynəlxalq Əlillər Cəmiyyətinin sədri Tahir müəllim Xudiyev. Ziyalılarımız danışdığı kimi mən İlyas müəllimlə belə danışamıram, amma ürəyimdən keçən insanlar həqiqətən də danışdı. İbrahim müəllimin pambıq məsələsi ilə bu faktı açıqladı. Bu sadə xalqa məlum deyildi. Mən bunu burada bildim. Allah İlyas müəllimə rəhmət eləsin, cəmi şəhidlərimizə. Mən İlyas müəllimlə təxminən 2006-cı ildən sonra tanış olmuşam. Bir tədbir nəticəsində sonradan görüşmüşük. Bu partiya məni dəvət edib. Sonra mən Amerika Birləşmiş Ştatlarına dəvət alım getməyə, onda da görüşümüz oldu. Sonra mən Türkiyə Böyük Milli Məclisinə çağırdım, qəbul, orada görüşümüz oldu. İlyas müəllim həqiqətən ciddi bir insan olsa da belə, çox həm də sadə xalqla çox sadə davranışı var idi onun. Mən onunla biraz ünsiyyətdə olanda çalışırdım ki, özümü belə sıxırdım ki, onunla biraz o mənim xarakterimə uyğun özünü apardı, mən sərbəst onunla danışmağa bacarım. Mən orada bir xatirə yadıma gəlir ki, qayıdıb gələndən sonra dedim İlyas müəllim, bəs belə bir cəmiyyət təsis eləməyəcəm. Türk Dünyası Turan Düşüncə Mərkəzi. Həm də onu bu türkçülüyə, turançılığa onun içində bir məhəbbətin hiss elədim. Məni alqışladı. Hətta deyir ki, Tahir bəy, çalışırsan bunun təşkilatın lazım gələrsə bizim də özümüzü dəstək. Sonra partiyaya, mən dedim İlyas müəllim, mən partiya bu cəmiyyətlərlə məşğul olam. Yəni mən sizi aldatmış ola bilərəm ki, yəni ki, mən İlyas müəllimlə, yəni mən siz qədər bildiyiniz qədər mən bilmirəm, amma mənim öz təsəvvürümlə bir sadə xalqı bir nümayəndəsi kimi mən fikrimi bildirməsiəm. İlyas müəllimin o partiyasının ədaləti olan adına uyğun da mən öz fikrimcə ədaləti olmayan insanın milli ruhu ola bilməz, milli ruhu olmayan insanın şəxsiyyəti ola bilməz. İlyas müəllim rəhbəri elədi partiyanın Ədalət partiyasının adı kimi, onun həm də özündə mən onun ədalətini hiss etdim. Onun o ədaləti ilə bərabər milli ruhunu hiss etdim. O türkçülüyü ilə, turançılıqla, onun həm də onun şəxsiyyətini. Mənim o yenə şəxs fikrimdir. Onda o üç, həm ədalət, həm milli ruh, həm də şəxsiyyət birləşirdi. Allah İlyas müəllimə rəhmət eləsin, ruhu şad olsun. Mən danışmaq istərdim. Mən istərdim ki, bizim İlyas müəllimlə, onunla çalışan, onun pagon yoldaşları və tanıdığım, onunla şəxsi təhlikdə danışdığım insanlar var. Bizim cəmiyyətimizdə həmin bu Türk Dünyası Turan Düşüncə Mərkəzinin hüquq şöbəsinin rəhbəri, Beynəlxalq Əlillər Cəmiyyətinin hüquq şöbəsinin rəhbəri, onun hal-hazırda burada işləyir. Gəlib də Əlabbas müəllim. Əlabbas müəllim istərdim ki, əgər Ələmdar müəllim icazə versə, Əlabbas müəllim də 1986-cı ilin avqust ayının 4-də saat 4-də məni İlyas müəllim şəxsən qəbul elədi. Bu söhbətimiz demək olar ki, çox çəkmədi, ancaq çox belə təsirli oldu.
həmin qəbulda kadr üzrə müavin Mirağa Şərəfoviç, Mirağa müəllim dedi ki, mən yoldaşı qəbul eləmişəm, söhbət eləmişəm, ondan bizə işçi olar. Nəysə, mən onunla qəbulda olanda son təəssüratında bu cümləni işlətdi. Həqiqətən də mən qəbulda oturdum, əyləşdim. Birinci onun sözü o oldu. İndi sağ olsun, yəni onun da əlindən yalnız o gələ bilərdi. Orada da ərzəmə dərkanal qoyuldu. Sonra açığın deyim, mənim qohumum işlədiyinə görə Adil müəllim bilir şəxsən, mən qəbul oluna bilmədim. Elə ki, həmin qohumum təqaüdə göndərildi. Ondan sonra mən yenə müraciət elədim. İkinci səfərdə 1986-cı ilin may ayının 29-unda Allah rəhmət eləsin, məni qəbul elədi. Artıq gördüm ki, vəziyyət barədə məruzə eləyiblər. Özü də biraz o ciddiyyətindən bir balaca, demək olar ki, səmimilik gördüm. Və hiss elədim ki, artıq inşallah məsələ düzələr. Nəysə, bayaq yoldaşlar qəbul elədi. Çox, belə deyək, həmin ərəfədə həqiqətən də mən hətta bir neçə dəfə şahidi oldum. O müəyyən qüvvələrin təsiri, o vaxt yəqin ki, hamınız bilirsiniz. Belə ki, tez-tez baş prokurorluğun qarşısında mitinglər olurdu, necə olurdu. Bir neçə dəfə gəldim, yenə görüşməlidik, nəysə alınmadı. Mənim işə qəbul olunmağım çəkdi düz 1990-cı ilin mart ayının 23-ünə. Burada da, deməli, o vaxtı Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonuna göndərildim. Stajyor kimi, sonra oldum Naxçıvan Muxtar Respublika Prokurorluğunun baş müstəntiqi. Bugünkü gündə demək olar ki, istər-istəməz hər bir halda İlyas müəllim unudulmaz bir əbədiyyətdir. Unudulmaz bir şəxsiyyətdir. O ölsə də, dünyadan köçsə də, dünyasını dəyişsə də, həmişə əziz xatirəsi bizim ruhumuzda, qəlbimizdə yaşayacaqdır. Minnətdaram, çox sağ olun. Azərbaycan cəmiyyətinə böyük bir irs miras qoyub gedib. Bu irs nədən ibarətdir? Birinci olaraq onun ömür yolu, həyat yoludur. İkincisi, onun yazdığı monoqrafiyalardır. Üçüncüsü, Ədalət Partiyasıdır. Onun məramnaməsidir. Bu sadaladıqlarımda İlyas müəllimin ideoloji görüşləri, dövlətçilik prinsipləri təsbit olunub. Cəmiyyətimiz də, biz ədalətçilər də bu prinsiplərə yiyələnmədən irəliləyib inkişaf edə bilmərik. Onun dövlət və dövlətçiliklə bağlı, dövlət idarəçiliyi ilə bağlı, demokratik hüquqi dövlətlə bağlı görüşləri ayrıca bir əsərdə öz əksini tapıb. Hüquqi dövlətin əsas prinsiplərini, ideoloji əsaslarını çox gözəl şərh edib. Yəni, bu prinsipləri hər bir Azərbaycan vətəndaşı kimi ilk növbədə biz ədalətçilər öyrənib cəmiyyətə aşılamalıyıq. Bizim üzərimizə çox böyük bir vəzifə düşür. Bugün onun dostları, tələbə yoldaşları, iş həmkarları burada onu xarakterizə edən çox böyük xüsusiyyətləri bizim nəzər diqqətimizə çatdırdılar. Bəli, belə bir insanın davamçısı olmaq, belə bir insanın bayrağını, qaldırdığı bayrağı davam etdirmək, estafeti davam etdirmək çox böyük məsuliyyət tələb edir. Bu həm çətindir, həm də şərəfli bir vəzifədir. İlyas İsmailov bizim üçün bir örnəkdir. Bir məktəbdir. Onun həm ömür kitabı, həm də ki, qoyduğu bu miras hər gün bizim tərəfimizdən öyrənilməlidir, təbliğ olunmalıdır. Və bu
Onun dəfnindən sonraki partiyanın fəaliyyətində biz çalışmışıq bu işləri bir qədər işıqlandıraq və partiyanın məramnaməsində onun irəli sürdüyü ideoloji prinsiplərin partiya üzvləri tərəfindən mənimsənilməsi üçün seminarlar, müşavirələr, bir sıra tədbirlərdə bunların geniş təbliği üçün iş aparmışıq. Bundan sonra da bizim məsuliyyətimiz nə qədər ağır olduğunu biz öz çiyinlərimizdə hiss edirik və bunu şərəflə davam etdirəcəyik. Allah İlyas İsmailovu qəni-qəni rəhmət eləsin. Sağ olun. Təşəkkür edirəm. Var olun. Həm də bu gözəl, mübarək kitaba mənim də şeirimi saldığınıza görə, o yer aldığına görə bir daha təşəkkür edirəm sizə. İlyas müəllimin həmkarları, onunla birgə bir orta ömür yaşayanlar, takipçiləri onun şəxsiyyətindən, sənət prinsiplərindən geniş danışdılar. Mən də bir söz adamı kimi, ədəbiyyat adamı kimi nəzərinizə çatdırım ki, şairlərin, yazıçıların da əslində özünün bir daxili bir mənəvi qəhrəmanı olur. İlyas müəllim həmişə. Nəyə görə? Çünki bayaq da vurğuladılar burada. O bütün görkəminlə, ağır yanalığıyla, ağa yanalığıyla, duruşunla, oturuşunla bir türk kişi obrazıydı, canlı bir görkəmi. Onu mən tanıdım. Məsələn, bizim İsmail Şıxəli elə bil bunlar çox oxşurlar bir yana. O cürə bir kişi görkəmləri, karizmatik. Ona görə də ədəbiyyat adamlarının nəzər diqqətini İlyas müəllim həmişə çəkib, cəlb eləyib, onlarla dostluq eləyib həmişə. Onunla təsadüf deyil ki, onun həyat tərzindən, onun prinsiplərindən irəli gələn bir vurğunluqdur, aşiqlikdir. Və İlyas müəllim yeganə şəxsiyyətlərdəndir ki, bunun peşəsi, adı, qurduğu partiya hamısı ekizdir. Bir-birinə oxşuyur. Sinonimlərdir. Hamısı ədalət. Bu kişinin elə varlığı, doğuluşu haqdır. Ədalət, bütün həyat prinsipləri, işi gücü də, bütün çalışmaları da, qurduğu partiyada. İndi mən sizin İlyas İsmailovun ruhuna, bir də sizin vaxtınıza, səbrinizə hörmət əhəməti olaraq çox danışmayayım. Bir təptizəcə bir portret şeirim var, onu da oxuyum. Və bununla da çıxışımı bitireyim. Dünya boyda saf dünyası, zalimlara oldu asi. Haqq, ədalət partiyası qurdu İlyas İsmailov. Ruh canında, güc qolunda, mərd oğullar sağ, solunda. Xalqa sadaqət yolunda durdu İlyas İsmailov. Ölkə, sənə, səs verdi xalqın səsinə, Sovetin də zirvəsinə vardı İlyas İsmailov. Gördü əsrin məlalını, çözdü gerçəyi, yalanı, eldə elin əhvalını sordu İlyas İsmailov. Görk elədi böhtanları, aralığı qatanları, vurğuna şər atanları vurdu İlyas İsmailov. Ayınca yurt, gerçəyi gəz, göy adamı göydən enməz, yaratdı belə yenilməz ordu İlyas İsmailov. İndi də, indən belə də nurdu İlyas İsmailov. Vallahi özü boyda bir pirdir İlyas İsmailov. Allah ona rəhmət eləsin, sizlərə can sağ olun. Təşəkkürlər. Tali elə gətirib ki, mən də ondan 2 dəfə görüşmüşəm. Masallı qəzetinin redaktoruydum. Hürriyyət qəzetinin də Cənub bölgəsi üzrə müxbiri idim. Hürriyyət qəzetinin redaksiyasında görüşdüm. Sağında, solunda adamlar da vardı. Və mənə dedi ki, Novruz bayramı ərəfəsi idi. Mənə şəkli uzatdıq. Onda partiyanın həmsədri idi, 2 nəfərlə. Adlarını da çəkmirəm, hamı bilir. Və dedi ki,
xahiş edirəm bizim adımızla Masallıların Novruz bayramını təbrik eləyərsiniz. Mən də apardım qəzetinin elə birinci səhifəsində şəklini verdim. İkinci görüşümüz də Ədalət Partiyasının qərargahında oldu. Orada 20-ci əsr geopolitika, 21-ci əsr qəzetçi çıxırdı. Xanoğlan Əhmədov redaktoruydu, Aydın Caniyev də baş yazarıydı. Görüşdük orada, həqiqətən də onun xarakterində, ayaqları burada deyil, ağayanalıq var idi. Bir sadəlik də var idi. Mənim yadımda belə qalıb. Bayaqlar siz də, çıxışçıların çoxu da, İbrahim müəllim də qeyd elədi, o fəlsəfə sahəsində onun çox müdrik kəlamları var. Bir müdrik kəlamı var ki, ədalət. Necə insana su, çörək, hava lazımdır. Ədalət də bütün işlərdə insana o qədər vacib şərtdir. Mən sonra bu təzə yazımda da yazmışam, öz şəxsiyyətinin memarı olan insan, öz şəxsiyyətini özü yaradıb, bir memar kimi. Onun o ifadəsi ədalət haqqında dediyi ifadəsi, baxdım, gördüm Konfutsidə, gör neçə əsr ondan qabağa yaşayıb, eyni sözü deyiblər. O da deyir, ədalət bir buldozana bənzəyər. Hər şeydə onun ətrafında dövr eləyər. Görün, bunlar ruhən nə qədər bir-birinə yaxındılar. Bayaqları elə siz özünüz çıxışınızda bir qəşəng söz dediniz. İlyas müəllim həqiqətən də o yerli bazlıq, tayfa təfəkküründən uzaq bir adam idi. Müdrik kəlamlarının birində deyir ki, yerli bazlıq Azərbaycan cəmiyyətini fəlakətə sürükləyir. O da onun kəlamıdır. Sizin kitabınızdan götürmüşəm bunu mən. Allah rəhmət eləsin, bugün onun ruhu şad. Mən İlyas müəllimin təkcə prokuratura işinlə əlaqədar, ədliyyə işinlə əlaqədar fəaliyyətini yox, kənar işlərlə də əlaqədar fəaliyyətini bir gün qeyd eləmək istəyirəm. Əslində, İlyas müəllimlə bizim qohumluğumuz var idi. Baxmayaraq ki, hətta belə bir hadisə olmuşdu. Mənim qardaşım mağaza direktoru işləyirdi o vaxtı. Ticarətdə istər-istəməz müəyyən belə xırda görürsən ki, səhvliklər, yanlışlar olurdu. Və qardaşıma mənim orada 2 il həbs vermişlər, məcbur əmək. Və biz heç İlyas müəllim yanına getmədik onunla əlaqədar. Bildik ki, İlyas müəllim yanına getməyə bəsdir. Çünki İlyas müəllim öz elə bir sistem qurmuşdu ki, öz işçilərinə daha çox inanırdı, onların dediyini və heç qohumluq prinsiplərini o tamamilə kənara qoymuşdu. Ən yaxın qohumluq prinsiplərini hətta kənara qoyurdu, qanuna uyğun hərəkət edirdi. Bunun ədalət tərəfindəyim mən. İctimaiyyətlə də əlaqədar İlyas müəllim əvvəli burada yəqin bilirəm, tozlar varsa bilirlər. Mən o vaxt elə futbol klubu yaradanda bütün rayonlarda görürsən ki, futbol klubları var. Bugün demək olar klubların əksəriyyət Bakıda cəmləşmişlər. Rayonlarda biz görürsən, gedirdik futbola, orada məni bağışlasın, o digər rayonlar görürdün ki, rayon fəalları o dərəcədə iştirak eləmirdi o futbol oyunlarında. Ancaq Tovuz belə idi ki, görürdün ki, Tovuzun qaymaqları, elita gəlirdi futbola, hamısı icra başçısı, ondan sonra katib, prokuror, rəis, hamısı gəlib futbolda iştirak edirdi və eyni zamanda bütün idarə rəhbərləri iştirak edirdilər. Və İlyas müəllim də görürdün ki, o vaxt tez-tez gəlirdi. Hələ heç oyunlara gəlməmişdən qabaq biz bu futbol klubunu yaradandan sonra hansı bir oyun idi, gəlmişdi. Deməli, oyundan sonra gəldi, məndən görüşdü. Əslində mən İlyas müəllim o qardaşımın hədisəsinə əlaqədar biraz incik kimi idim. Və daha mən onu heç xatırlatmadım da. Dedi, çox belə təşəkkür elədi, Allah ona rəhmət eləsin ki, sən çox böyük iş görmüşsünüz, Turanı yaratmışsınız bu türkçülüklə əlaqədar olaraq. Hətta bir dəfə belə bir epizod da oldu. Biz hansısa bir komanda ilə inşaatçı Bakı komandası var idi o vaxtı. O inşaatçı ilə oyun oynuyorduk. Deməli, biz İlyas müəllimlə bir oturub futbolu seyr eləyirik. Rayon aktivlərdə hamısı oturmuş orada. Bir də biz 1-0 uduruq oyunu. Bizim qapımıza o bir komanda hücuma keçdi. Vurdular topu. Və vurulanda top getdi. Arxada o vaxtı forması qapının başqa cürə idi, tərəflə elə idi. Bir mıxça kimi bir şey var idi, ağac var idi. Top gəldi, o qapıyı keçdi, o mıxça dəydi, qayıtdı. Və dəydi, qayıtdı, hakimlər elə bil ki, səhv elədilər, ya bilə-bilə elə bir səhv elədilər, qolu hesab eləmədilər. Bu qolu hesab eləməyəndə İlyas müəllim məndən soruşdu, nətər oldu, top keçdi axı. Dedim, keçdi İlyas müəllim.
Hakim də mərkəzi göstərmədi. Topu nəzərə almadı və biz 1-0 hesabı ilə udduq. Əslində o 1-0 udmaq demək deyildi. O 1-1 idi. Dedi, bu düzgün deyil. Axı, belə hallar olarsa, mən bugündən sonra gəlməyəcəm. Deyim, İlyas müəllim, valla bu oyunun bizə heç bir təsiri yoxdur. Yəni biz ikinci yarım tutaq, üçüncü yarım tutaq, ona əhəmiyyəti yoxdur bu qələbənin bizim üçün. Və mən yanaşdım, sonra getdim komissarın yanına ki, gəlin bu oyunu topu ləğv eləyək. O dedi ki, gecdir. Artıq gec dedi, bunu dedi, daha hakim mərkəzi göstərməyib, top sayılmayıb, olub da keçibdir. O bir komandanın rəhbəri də gəldi mənim yanıma, dedi ki, bax belə dedim, düz deyirsən. Burada gol olmuşdu, ancaq səhv olub da, o da daha başlıqlar dedi, daha neyiniyim. Onsuz da onlar üçün də əhəmiyyəti yox idi. Bizim üçün ancaq söhbət vicdan, ədalət prinsipinə gedir. Bax, İlyas müəllim belə bir adam idi. Hətta bir episodda yadınıza salım. Deməli, İlyas müəllim o cürə hörmətlə yanaşırdı ki, yəni bax, mən bu işlə məşğul olduğuma görə mənə qarşı xüsusi hörməti, belə xətrimi istəməyi var idi. Biz bir gün İrana gedəsiydik. Bizim məhkəmənin sədri var idi, Həsən müəllim. Burada yoldaşlar tanıyarlar. Bu Həsən müəllim, Allah rəhmət eləsin. Həsən müəllimlə getmək istəyirik İrana. Həsən müəllim dedi ki, dedi, mən dedi, gedə bilmişim. Dedim, niyə getmirsən Həsən müəllim? Dedi ki, icazə verməzlər deyə mən də gedib icazə ala bilməyəcəm dedi. İlyas müəllim də Ədliyyə naziri idi həmin ərəfədə, 94-cü il idi, yadımdadır, bugünkü gün kimi 94-ün payızı idi. Dedim, Həsən müəllim, mən gedərəm İlyas müəllimin yanına, mən icazə alarım. Getdim, İlyas müəllimi qapıda dedilər ki, belə gəlib Fankəs, dedi gəlsin. Keçdim, nə yaxşı gəlibsən, xoş gəlibsən, aman. Dedim, İlyas müəllim, mən gəlmişəm bu işdən ötəri ki, Həsən müəllimə icazə verəsiniz. Dedi, daha sən gəlibsənsə, dedi, mən də etiraz eləyə bilmərəm, dedi. Yəni, Hacca o futbolun rəhbəri ki, bana belə böyük hörmətlə yanaşdı, icazə verdi. Belə bir insan idi İlyas müəllim. Yəni ictimaiyyətə qarşı da, adamlara qarşı da həssaslığı, hörmətlə yanaşmağı və ədalət prinsipini həmişə güdməyi Allah ona rəhmət eləsin. Əlbəttə çox sağ olun ki, bu tədbiri keçirirsiniz, onu yada salırsınız və bizim üçün də çox böyük şad olaraq ki, onun prinsipləri bax belə güdülər, davam elətdirər. Allah da hamınızın canını sağ eləsin və ona bir daha Qəni rəhmət eləsin. Əgər danışmaq istəyən, yenə təklif edirəm, varsa danışsın. Çay süfrəmizdə olacaq. إن كانت الله صيحة واحدة فإذاهم خامدون يا حسرة على العباد موياتهم من رسول إلا كانوا به يستهزئون ألم يروا كم أخلقنا قبلهم من الأرض ميتة أحييناها وأخرجناها منها حبا فمنه يأكلون وجعلنا فيها جنات من نخل. Bugün mərhum İlyas Abbasoğlu İsmayılovun ildönümü ilə bağlı
onun yaxın dostları, o cümlədən onun həmkarları onun məzarını ziyarətə gəlibdir. Təbii ki, mərhum İlyas müəllim Azərbaycan dövlətinə, dövlətçiliyinə sədaqətlə xidmət etmiş dövlət xadimi olubdur. Uzun müddət Respublika prokuroru vəzifəsində çalışmış. Sonraki dövrdə Respublika məhz Ədliyyə Naziri vəzifəsində çalışmış və uzun müddət Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur. Bütün bu şuurlu həyatını və tutduğu vəzifələrdə də həmişə məsələn müstəqil Azərbaycana xidmət etmiş və müstəqil Azərbaycanın xalqına sədaqətlə xidmət etmiş insan olmuşdur. Təbii ki, belə şəxslər heç vaxt unudulmur, yaddan çıxmır. Bax, bugünkü elə məzarını ziyarət edən, gələn yoldaşların da gəlməsi, gəlişi bunun bir bariz nümunəsidir. Allahdan ona rəhmət diləyib, qəbri nuruna dolsun deyirəm, ruhu şad olsun. Biz bu günləri böyük şəxsiyyət, sözün əsl mənasında böyük şəxsiyyət İlyas müəllimin anırıq, onun ildönümünə yığışmışıq. İlyas müəllim unikal bir insan idi. O, həm ədalət baxımından, həm insanlıq baxımından insanlığın təməlli olan bütün cəhətlər İlyas müəllimdə var idi. Biz onun əhatəsində olanda, onun çövrəsində olanda elə sözlər, elə hadisələr, həyatın keşməkeşli yollarında danışırdı, biz heyran qalırdıq. Hələ cavanlığımda belə, mənim 34 yaşında Allah ona qəni-qəni rəhmət eləsin. Mən ömür boyu borcluyam və bu yaxınlarda da bir şeirimi də həsr eləmişdim. YouTube kanalında var, Vəfa Borcu. Yəni, biz gənc olaraq həmişə İlyas müəllim kimi olmağa çalışmışıq. Onun mənəviyyatı, o Ədalət Partiyasından başqa da onun içərisində bir mənəviyyat partiyası vardı. O çox mənəviyyatlı bir adam idi. Yəni, bütün onun həyatı mənəviyyata, zənginliyə, müdriklüyə yönəldilmiş bir həyat idi. Çox ibrətamiz bir həyat idi. Biz gənc olaraq ondan onu kimi olmağa çalışırdıq, amma onu kimi olmaq çox çətindir. Onu kimi olmaq mümkün deyil, bəlkə də deyərdim ki, insanlığa, bilirsiniz, o dərəcədə ədalətli olmaq insanlara, onun gözlərində həmişə bir qayğı görürdük. Baxırdı, gözlərində bir qayğı gördü, insana qarşı bir qayğı görürdük, mülayimlik görürdük. O böyük şəxsiyyətin, o əzəmətli, möhtəşəm insanın özündə o qədər elə cəhətlər var ki, adam heyran-heyranına baxmaqdan doymurduq, onu dinləməkdən doymurduq. Allah ona rəhmət eləsin, onun bütün yerdə qalan bütün nəslinə, onun yaxınlarına, əzizlərinə can sağlığı versin, qəbrin nurlarında olsun. Unudulmaz bir insan idi. Biz onu həmişə yadımızda saxlayacağıq, həmişə xatırlayacağıq. Çünki onunla bağlı hər birimizin, hər bir prokuror üçün o qədər xatirələri var ki, tək prokurorluq əməkdaşlarının yox, adi Azərbaycan vətəndaşından İlyas müəllimin adı eşidəndə görürsünüz ki, o qədər təriflər deyirlər. Deyir, tanımasalar da şəxsən, ya onunla işləməsələr də onun haqqında elə sözlər deyirlər ki, bu hələm-hələm adam haqqında o sözləri eşitmək mümkün deyil. Ruhu şad olsun. Allah İlyas müəllimə rəhmət eləsin. İlyas müəllimin sərvəti onun şəxsiyyəti idi. Mustafa Kemal Atatürk deyirdi ki, insanın şəxsiyyəti onun sərvətidir, sərvəti onun şəxsiyyətidir. İlyas müəllim şəxsiyyətini müəyyən elədi, İlyas müəllim şəxsiyyətini tamamladı. Havayı yerə mən hamınıza bir şey deyim, bu ədaləti, partiyanın adına ədalət götürülməsi elə belə təsadüf deyildi. İlyas müəllim bilirdi ədalət nə deməkdir. İlyas müəllim sobut elədi ki, vəzifə haqq libasının astarıdır. Azərbaycan xalqını dünyanın ən istedadlı xalqı kimi tanıyan Əmir Teymur deyirdi, məmləkətlər qılıncla alınır, amma ədalətlə mühafizə olunur. Qədim Roman dövlət xadimi Seron deyirdi ki, ədalət əsl insanların şərəfli tacıdır.
Sultan Süleyman deyirdi, qılıncın eləyə bilmədiyini ədalət eləyir. Qılıncın eləyə bilmədiyini ədalət eləyir. Yəni, bax, bu partiyanın adının da ədalət götürülməsi elə belə təsadüfi deyildi. O, İlyas müəllimin o əzmində idi, iradəsində idi. Onun xarakterində sübut edən onun əzmi ilə onun iradəsi idi. O vardı onun əzmində. İlyas müəllim yoxsulların adamı idi. Mənim tələbə yoldaşlarımla eyni vaxtda oxuduğumuzu biri Ələmdar müəllimi yaxşı tanıyır. Əmrullah müəllimlə bir otaqda qalmışıq. Bilir ki, mən yetimliklə böyümüşəm və o instituta da çox 7 ildən sonra kəsimliklə girmişəm. Amma mən 2 dəfə müstəntiqlik gedəndən sonra 2 dəfə vəzifəyə getmişəm. Heç birindən mənim xəbərim olmayıbdır. Mənə dəftərxananın işçisi gəlib məlumat verib. Birində prokurorum Allah rəhmət eləsin, o da rəhmətə gedib, o məlumat veribdir. Bax, budur yetimlərin insanı, budur yoxsulların insanı. Allah İlyas müəllimə rəhmət eləsin, bir də deyirəm, ruh şad olsun. Amma yoxsullardan getdi, yetimlərdən getdi. Allah rəhmət eləsin, ruh şad olsun. Çox sağ olun, hamınız əziyyət çəkdiniz. İlyas müəllim xəstəxanaya düşən gündən Əhlman müəllim başda olmaqla bütün hamı çox narahat idi. Hətta əlavə həkimə də müraciət elədik sizin təkidinizlə. Burada İlyas müəllimdən çox sözlər danışılıb, əqidəsindən, əxlaqından, şərəfindən. Burada olan insanların hamısı o əxlaqın, o şərəfin sahibləridir ki, bugün İlyas müəllim yada saldı, bugün buraya gəliblər. Nə yaxşı kimi insanlar Azərbaycanda var. Allah cəm ölənlərimizə rəhmət eləsin. Ruhları şad olsun etimadını da, İlyas əmmin də. Bütün ölənlərimizə Allah rəhməti. Çox sağ olun, əziyyət çəkdiniz. Ailəmizin adından sizə təşəkkür edirik. Xeyir işlərdə görüşək. Sağ olun. Ömrü hak yolunda başa vurdunuz. Baxmadı zillərə, ötən aylara. Təmiz niyyətlərin hərarətini gətirdiniz o soyuq daş saraylara. Ədalət istəyin insanlıq haqqın qoymadınız büdrəsin, hey ucaltdınız. Cavid Əfəndinin bu arzusunu salih əməllərlə siz yaşatdınız. Hikmət vadisinə enəndə hərdən sizdən eşidərdik müdrik kəlamlar. Sözün qüdrətindən bəhrələnərdik. İndi xatirədir o gözəl anlar. Hər yerdə,
Her zaman doğru yaşadınız. Hakk'a feda ettiniz can sağlığına. Vətəni, milləti düşündünüz hər an. Aldınız bu torpağın halallığına. Xalqın yaddaşında həmişə qalar həqiqət yolunu keçib gedənlər. Şərəfli, zəkalı bir ömür sürüb haqqın dərgahına köçüb gedənlər. Qoy ruhun şad olsun, ey böyük ustad. Yenə gün çıxacaq, nur saçacaqdı. Xeyrin şərə qalib gəlmək arzusu daim ürəklərdə yaşayacaqdı.